Müəllimə salam. Sağ olun müəllim, mən xoşsınız. Çox sağ olun, yaxşıyam. Müəllimə sizdən bir xahişimiz var. Buyurun, eşidirəm sizi, əyləşin. Çox sağ olun müəllim. Müəllimə, biz Ulu Öndərin doğum gününə sizlə tədbirlər keçiririk və bizim ağlımıza çox maraqlı fikirlər gəlir. Aha, çox maraqlıdır, buyurun, dinləyirəm sizi. Müəllimə, hər ölkənin, hər şəhərin öz xəritəsi olduğu kimi, hər bir böyük şəxsiyyətində öz ömür xəritəsi var. Biz Ulu Öndər Heydər Əliyevin ömür xəritəsini bacardığımız qədərilə seçməyə çalışacağıq. Amma bunu sizsiz edə bilmərik. Ona görə də bizim sizin köməyinizə ehtiyacımız var. Böyük məmnuniyyətlə uşaqlar. Mən həmişə sizinlə, elə özümüzlə fəxr edirəm ki, müasir təhsil kompleksində hər zaman Heydər Əliyevin irsini öyrədirik və öyrənirik. Lakin mənim sizə bir şərtim var. Nə şərt müəllimə? Şərtim budur ki, siz Heydər Əliyevin irsini özünüz araşdıracaqsınız, özünüz öyrənib, özünüz də təqdim edəcəksiniz. Razısınız? Bəli, razıyıq. Elə isə siz 4 nəfərsiz. Gəlin Heydər Əliyevin həyatını 4 hissəyə bölək və işimizi belə başlayaq. İnci, sən Heydər Əliyevin uşaqlıq və gənclik illərini araşdır. Sovet dönəminin ilkin illərini sən araşdıracaqsan, sən öyrən. Koroğlu, sən Heydər Əliyevin hakimiyyətə ucaldığı 1969-dan Moskva dövrünə qədər olan hissəni araşdıracaqsan. Müəllimə, yəni Azərbaycanda rəhbər olduğu dövrü deyirsiniz də? Bəli, bəli. Ayda, sən isə Heydər Əliyevin necə Azərbaycan xalqının harayına çatdığını, onun köməyinə çatıb Azərbaycanı ağır vəziyyətdən çıxarmasını araşdıracaqsan və prezidentlik dönəminə qədər sən öyrənəcəksən. Nəriman, sən isə Heydər Əliyevin prezidentlik dövrünü öyrənəcəksən, onun dövlətçilik strategiyasını, gənclər siyasətini, xarici siyasətini və Qarabağ məsələsinə münasibətini sən araşdır. Aydındır müəllimə. Razısınız uşaqlar? Razıyam. Elə isə işə başlayaq. Siz özünüz gedib bu mövzu üzrə araşdıracaqsınız, kitablar oxuyun, suallar hazırlayın, hətta müsahibələr də ala bilərsiniz. Böyük həyat yolu keçmişəm, çox insanlar görmüşəm, çox böyük şəxsiyyətlər görmüşəm. Yadda qalanları da var, yadda qalmayanları da var. Az yadda qalanı var, çox yadda qalanı var. Amma uşaqlıq devri insanın ən xoşbəxt devridir. Mənim nə atam, nə anam heç vaxt bilməmişdilər. Mən məktəbdə hansı dərs oxuyuram, hansı qiymətləri alıram. Ancaq gecə-gündüz çalışmışam ki, yaxşı oxuyum. Hər halda bizim sinifdə oxuyanların içərisində hamısına yaxşı oxuyurdu. 50-ci ilin əvvəllərində totalitar rejimin ən qatı vaxtı idi. Bizim evlənməyimizə bəzi siyasi səbəblərə görə bəzi dairələr razılıq vermirdi. Ona görə də biz müəyyən vaxtı gözlədik. 1952-ci ildə Stalin öldü, ölkədə siyasi vəziyyət dəyişdi və 54-cü ildə mən evləndim. Ancaq nətər evləndim? Gəzirdik şəhərdə, Varaşilov küçəsi vardı, indi deyəsən Yusuf Məmmədəli küçəsi adı daşıyır Bakıda. Gəldik, orada gördük ki, bir zaks var. O zaksa getdik, nə şahid var idi, nə başqa iştirakçı vardı, heç kəs yox idi. Bir qadın oturmuşdu, dedi ki, biz kəmin kəstirmək istəyirik. Dedi, yaxşı, gəlin oturun. Orada heç üzük falan da yoxdur, heç bir şey yox idi. Dedi ki, razısınız, razıyıq. İmza atın, buraya imza atdıq. Kəbin kağızımızı verdilər, durduq. Dedim, indi nə eləyək? Bu Nizami Kino Teatrının yanında bir dənə mağaza vardı, konditer mağazası, orada yaxşı konfet satırlar. Getdi ora 1 kilo Mişka konfeti aldım, mənim yadımdaydı. Aldım, ondan sonra oradan piyada geldik, girdi onların evinə. Anasına dedi ki, biz artıq kəbin kəstirmişik, 1 kilogram da Mişka gətirmişəm ki, ağlınızı şirin eləyər.
Mən o vaxt Azərbaycanın Təhlükəsizlik Nazirliyinin sonra komitəsinin Əks Kəşfiyyat İdarəsinin rəisi idim. O devri xatırlayanda dəhşətə gəlirəm ki, kimlərlə biz işləyirdik. Yerli kadrlar çox azıdır. Əsas vəzifələr başqa millətlərə mənsub olan kadrlardan ibarətidir. Ancaq 50-ci illərin ikinci yarısında, 60-cı illərdə və sonra 70-ci illərdə Azərbaycanın təhlükəsizlik təşkilatında ciddi dəyişikliklər həyata keçirmək mümkün oldu. Mən bugün böyük iftixar hissi ilə deyə bilərəm ki, mən dövlət təhlükəsizlik orqanlarında rəhbər işlədiyim vəzifələr zamanı və o orqanın başçısı olduğum zamanı və ondan sonra Azərbaycan Respublikasının başçısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan heç bir tədbir görülməmişdir. Heç bir dissident həbs etməmişdik. Heç bir adamı antisovet propaganda yaxud millətçi propaganda üçün həbs etməmişdik. Xatirimdədir bir dəfə, indi Şəhriyar klubu adlanır. Bu klubda hansısa xaricdən gəlmiş bir müğənninin konserti vardı. Onda mən artıq Dövlət Təhlükəsizlik Komitəsinin sədri idim. Mən getmişdim konsertə. Rəşid də oradaydı, bir yerdə dinlədik. Sonra çıxdıq oradan, piyada gedirik. Dedim, Rəşid, gedək bir çay içək. Dedi, çox məmnuniyyətlə. Baxdıq bizim evə, oturduq, çay içdik, söhbət elədik. Birdən nədənsə mən bundan soruşdum ki, sən nə üçün Rauf Hacevin Azərbaycan mahnısını indiyə qədər oxumursan? O dedi, nədənsə heç düşünməmişəm. Dedim, o mahnını sən bilirsən. Dedi, bilirəm, əlbəttə. Zərifə xanım oturdu piyaninoda, çaldı onu. Rəşid başladı bir balaca bunu oxumağa. Ondan keçəndən bir 10-15 gün sonra o mənə telefon etdi, dedi ki, bu mahnı artıq hazırdır. Özün kimi bu qarılıdır uca dağları, üstünə bir yaraşıqdır yaşıl bağları. Bizimlə bir başlamışdı gözəl çağları. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. ...1969 ildən başlayaraq 70-ci illərdə bu korrupsiya ilə, rüşvətxorluqla, cürbəcür bu mənfi hallarla mübarizəni Azərbaycanda başladı. İlk dəfə bu Sovetlər İttifaqında Azərbaycanda başladı. Biz bunun təşəbbüskarları olduq və bunun da nəticəsi olaraq mesela Dapros filmi yarandı. Bu mənim 69-cu ildə bir respublikanın rəhbəri kimi apardığım siyasi işin xətti kinoda əksi idi. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəliyə gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Xatirimdədir. 1970-ci ildə Azərbaycanda əvvəllər heç vaxt oxşarlığı olmamış, analığı olmamış, ixtisaslaşmış hərbi orta məktəb yaratmaq haqqında mən fikir irəliyə sürdüm. Və bu məktəbi yaratdıq. Hər il ora mən gedirdim. Və hər dəfə 13, 14 yaşında, 15 yaşında oğlanlar orada hərbi nizam-intizamla, əskəri addımlarla bizim önümüzdən keçib gedəndə mənim bəzən gözlərimdən yaş gəldi. Mən onlara baxdıqca düşünürdüm ki, nə qədər gözəl bir iş görmüşük və bu Azərbaycanın gələcəyi üçün nə qədər də lazımdır. Ben de düşünürəm, eğer bu məktəb olmasaydı, bizim ordumuzdaki bu zabitlərin çoxu yəqin olmayacaqdı. Çünkü bu zabitlərimizin çoxu həmən o məktəbin yetirməsidir.
1970-ci ildən başlayaraq Azərbaycandan gəncləri keçmiş Sovetlər İttifaqının ən böyük universitetlərinə, ali məktəblərə biz göndərməyə nail olduq. Və xatirimdədir 70-ci illərin sonunda ildə biz 800-900 nəfər, 80-ci ilin əvvəllərində 1000-1400 nəfərə qədər ali məktəblərə Azərbaycandan gənclər göndərilirdi. Azərbaycanın rəhbərliyində olanda həmişə fəaliyyətimin əsas hissəsi ondan ibarət olmuşdur ki, xalqımızda yüksək mənəviyyət bərqərar olsun. İnsanı yüksəldən onun mənəviyyətidir. Bilirsiniz ki, 82-ci ilin dekabr ayında məni Moskvaya işə dəvət etdilər. Mən Sovetlər İttifaqının ən yüksək rəhbərliyində olan adamlardan biri idim. Siyasi büronun üzvü və Sovetlər İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini idim. Mənim bir çox vəzifələrim vardı. Bir çox nazirliklərə mən bilavasitə rəhbərlik edirdim. Azərbaycan xalqının tarixində, müsəlman aləminin tarixində nə keçmiş Rus imperiyasında, nə də Sovet imperiyasında o cürə zirvəyə çatan Azərbaycanlı müsəlman olmamışdı. Bu da tarixdir. Bəziləri deyirlər, Heydər Əliyev Halit Birolovdur, nə bilim, nə olubdur. Bəli, olmuşam. Mən buna fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam. Azərbaycan xalqını o Kremlin sarayına qaldırmışam. Bundan fəxr edirəm. Mənim üçün hər şeydən üstün həmişə mənim milli mənliyim olur. Milli mənliyim məni həmişə bütün çətin vəziyyətlərdən çıxardı. Və milli mənliyimə görə də o istədiyim yolla gedə bilmişəm və istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. ...1982-ci ilin dekabr ayında Moskvaya gedərkən burada qalan mənim həmkarlarıma iki tövsiyə etdi. Birinci, çalışın ki, rəhbərlikdə qruplaşma olmasın, çəkişmə olmasın və bunlardan Azərbaycana düşman olan qüvvələr istifadə edəcəklər və Azərbaycana zərbələr vuracaqlar. İkinci də mən o vaxt tövsiyə etdim ki, Dağlıq Qarabağ məsələsinə diqqət yetirin. Təəssüf ki, mən bu tövsiyələrin ikisinə də riayət etmədilər və Respublikamızda belə bir ağır vəziyyətə düşdü. Azərbaycanın da bəlası oradan başladı ki, 87-ci ildə ermənilər yığışdılar. Bizim bəzi bədxah Azərbaycanlılarla mənim Kremldən istifa verməmə nail oldular. Ondan cəmisi 20 gün sonra mən istifa verəndən sonra bir Orhan Begyan var. Hansı ki, ömründə nə Ermənistanda yaşayıb, nə Dağlıq Qarabağda yaşayıb. Gəldi Fransada bəyanat verdi ki, Dağlıq Qarabağ Ermənistana bağlanmalıdır və bunu o Qarbaçovla razılaşdırıbdır. Ondan da 2 ay sonra Dağlıq Qarabağda bu isyan başladı, bu konflikt başladı. Xatirimdədir 1990-cı ilin yanvar hadisələri. Bakıya böyük ordu hissələrinin, silahlı qoşun dəstələrinin daxil olmasından mən biraz geç xəbər tutdum. Yanvar ayının 20-sində, gün ikinci yarısında. Onda mən Moskvada da deyildim, Moskvadan kənarda xəstə idim, sanatoriyada idim, Barvnikla sanatoriyasında idim. Axşam ki bunu eşitdim, gecə ilə gəldim Moskvaya. Gəldim evə, uşaqlarım, oğlum, İlham, qızım Sevil, dedim ki, mən gedirəm ora. Bunlar bildilər ki, bu təhlükəlidir mənim üçün və mənim ətrafımda olan vəziyyəti də bunlar bilirdilər. Oğlum dedi, yox, mən də gedirəm. Hətta qızım uşaqlarını qoydu evə, dedi ki, mən də gedirəm. Yaxşı ki, o vaxt kimsə onu lent alıb da, o lent var orada. Mən gəlirəm oğlumla, qızımla və gəldim orada. Sözümü də dedim, münasibətimi də bildirdim. Ondan sonra məni həbs etmək istədilər.
və 21-də bu oldu. 4 fevralda həmən o Əliyev şina haqqında məqalə çıxdı. O məqaləni də hazırlamışdı burada Vəzirov, Əbdurrahman Vəzirov və onun buradakı yaxın adamları və orada da Qarbaçovun göstərişini eləmişdi. Götürün baxın, Qarbaçovun köməkçisi var Çernyayev. O öz gündəliyini dərc edibdir. Bir də birinci səhifələrindədir. Götürün baxın. Yazır filan gün. Biz səhər Şahnazarovla bərabər getdik Qarbaçovun iş otağına. Qarbaçov Şahnazarovu qucaqladı, öpdü və onun 64 yaşı münasibəti ilə onu təbrik etdi. Sonra Dağlıq Qarabağ məsələsi barəsində söhbət getdi. Bəs dedik, nə olacaq? Bu da Qarbaçov da dedi ki, tədbirlər görürəm, Azərbaycan belə eləyir, Ermənistan belə eləyir. Sonra soruşduq ki, bəs Əliyev, güya da Əliyev burada nə? Orada yazılıbdır. Qarbaçov deyir ki, kapayım, очень сильно копаем и выкопаем материал в отношении Алиева будет похуже, чем на Рашидова. Başa düşürsünüz? Bu 88-ci il olan məsələdir. Məni orada da dedirdilər. Orada da o nətər deyirlər, mən çörək verdiyim adamlar dedirdilər. Nəyə görə? Həmən bax bu şeylərə görə. İndi kiminsə yaxın adamı vəfat edir. Qohumu, əqrabası, dostu, iş yoldaşı mütləq onun dəfninə gedir. Onun yasına gedir. O ailənin dərdinə şərik olur. Amma burada Azərbaycan xalqına təcavüz edilibdir. Xalqımız şəhidlər veribdir. Millət, xalq birləşib şəhidləri son mənzilə aparırlar. Ancaq Azərbaycanın rəhbərləri bundan kənardadırlar, qaçıb, gizləniblər. Elə bu faktın özü çox aydın və aşkar göstərir kim kimdir. ...1990-cı ildə mən Moskvadan Azərbaycana gəldim, yay aydı. Orada yaşamaq mümkün olmadı, Naxçıvana getdim. Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı. Naxçıvan məni qucaqladı, Naxçıvan məni bağrına bastı. Mən burada bütün o son illərdə çəkdiyim əzab əziyyəti unuttum. Bir il sadə bir həyat keçirtdim. Burada qohumlarımın kiçik evində yaşayıb, adi insanlarla görüşlər keçirdirdim. Elə oldu ki, aylarla elektrik olmadı. Biz bu neft ləmpəsi ilə istifadə edib, onunla işləyirdik, onunla yaşayırdıq. Qışda işitmə yoxdu, cəmaat donurdu. Ağaçların çoxunu kəstilər ki, uşaqları xilas etsinlər. Mən o vaxt, o ağır vəziyyətdə xalqla bir yerdə oldum və Muxtar Respublikasının əhalisinə dəfələrlə dedim. Biz bir yerdə yaşayacağıq, bir yerdə vuruşacağıq və bir yerdə bu vəziyyətdən çıxacağıq. Donsaq da bir yerdə donacağıq, ölsək də bir yerdə öləcəyik, əziyyətləri də bir yerdə çəkirik. Ancaq nə qədər çətin olsa biz bunlara dözəcəyik və bu günlərdən çıxacağıq. Ondan sonra isə Naxçıvanın Ali Məclisinin qarşısında olan o böyük meydanda davamlı keçirilən mitinglərin təzyiqi nəticəsində mən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçildim. O gün tək Naxçıvan Muxtar Respublikası üçün yox, bütün Azərbaycan üçün tarixi bir gün oldu. Biz o gün qərar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının adından Sovet Sosialist söz götürülsün. İlk Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın dövlət bayrağını biz Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul edilməsi haqqında qərar qəbul etdik. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarı alır. Azərbaycan Demokratik Respublikasının 3 rəngli bayrağı
Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Və Azərbaycan Respublikasının da bu bayrağı dövlət bayrağı qəbul edilməsi haqqında biz qanunvericilik təşəbbüsü ilə çıxış etdik. 92-ci ilin Şaxtalı noyabr ayında bir dəstə ziyalı, bir çox adamlar Naxçıvana gəldilər. Yeni Azərbaycan Partiyasının təhsis konferansının orada bir yerdə biz keçirdik. Və Yeni Azərbaycan Partiyası yarandı. Mənə müraciət etdilər çox, bir neçə gün. Ardıcıl surətdə, davamlı olaraq mən Azərbaycanın o parçalanmasından qorxaraq Bakıya gəldim və yeni bir həyat başladı. Keçən ilin oktyabrın 3-də Azərbaycan prezidenti seçiləndədir. Oktyabr ayında, ayın 10-da burana əl basaraq Azərbaycan konstitusiyasına əl basaraq Azərbaycan xalqına and içəndə demişəm ki, mənim indi bir vəzifəm xalqa xidmət etmək. Ömrümün bundan sonraki hissəsini ancaq və ancaq xalqın bu vəziyyətdən çıxmasına həsr etmək. Və bundan artıq mən özüm üçün şərəfli vəzifə bilmirəm. Dəfələrlə demişəm, həyatımın son dəqiqəsinə qədər mən bu xidmət edəcəyəm. Və heç bir şey məni qorxutmur, heç bir şey də məni çəkindirmir. Və mən bütün bu təxribatların, terrorların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam. Əgər hansı bir namərd gülləsi, hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, mənim özüm də, mənim evlatlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırım. Bəzən düşünürəm, mən də insanam axı. Mənim də həyatım var, mən də yaşayıram, mən də canlı adamım, elədir. Mən bəzən düşünürəm ki, acaba bu nə cürədir bir belə, bu mənim həyatımda məni öldürmək istəyən də olubdur, məni nə bilim terror istəyən də olubdur, məni batırmaq istəyən də olubdur, filan olubdur. 87-ci ildə Moskvada böyük çaxnaşmalardan sonra mən istifaya gedəndən sonra mənim başıma nə bəlalar gəldi. Məni orada əzmək istədilər, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmədilər. Gəldim buraya, burada boğmaq istədilər, boğa bilmədilər. Getdim bir uçqar yerdə yaşadım Naxçıvanda 3 il. Orada boğmaq istədilər, boğa bilmədilər. 2 ildə bura gəlmişəm xalqın iradəsinə. Mən özüm gəlməmişəm buraya. Xalqın iradəsinə görə. Acaba nə cür olur ki, bir belə xəyanətkar, bir belə terrorist, bir belə qəsd edənlər öz təhlərinə nail ola bilmirlər. Allah qoruyur. Salam Tural müəllim. Salam. Tural müəllim, biz ümumilli lider Heydər Əliyev haqqında layihədə işləyirik və bu barədə sizin fikirlərinizi almaq istəyirik. Təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün. Mənə həmişə xoşdur sizlə, tələbələrimizlə söhbət etmək. Çox sevinirəm ki, siz ümumilli lider Heydər Əliyev haqqında layihə hazırlamaq qərarına gəlmisiniz. Mən buna görə sizin müəllimlərinizə də təşəkkür edirəm ki, sizi belə layihələrə, belə ideyalara cəlb edirlər. Mən bir məsələni vurğulamaq istəyirəm və biz çalışırıq ki, bu məsələ həmişə siniflərdə, şagirdlərlə, müəllimlərlə, həm öz aranızda, həm dostlarınızla danışanda, lap məktəbdən kənar olsa belə, sizin müzakirə mövzunuz olsun. Çünki biz iki tərəfli məsuliyyət daşıyırıq məktəb olaraq. Biz həm Heydər Əliyevin adını daşıyırıq. Bildiyiniz kimi, məktəb 2001-ci ildən fəaliyyət göstərir və onun adını daşıyan yeganə özəl təhsil müəssisəsidir.
İkinci isə Heydər Əliyev deyəndə həm də Azərbaycan yada düşür. Çünki sən özün də vurguladın ki, ümumilli liderimiz Heydər Əliyev barədə layihə hazırlayırsınız. Ona görə bizim iki qat düşünürəm ki, məsuliyyətimiz var hamımızın. Həm məktəb olaraq, həm şəxs olaraq, həm vətəndaş olaraq. Və biz hamımız, bütün Heydər Əliyev məktəbinin icması olaraq, yəni valideynlər, şagirdlər, müəllimlər, hamımız o barədə danışanda ağlımıza ilk bir şey gəlir. Bu da ki, Heydər Əliyevin irsi ilə bağlı. Yəni Heydər Əliyevin kimliyi, böyüklüyü, həyat yolu o qədər rəngarəngdir ki, o qədər böyükdür ki, şəxsən mən o barədə danışmağa çəkinirəm. Çünki mən Heydər Əliyev dövründə yaşamışam, onun dövründə təhsil almışam, onun prezidentliyi dövründə Bakı Dövlət Universitetində oxumuşam. Onun yaratdığı, təhsilə yaratdığı imkanlardan, yəni bizə olduğu dəstəkdən faydalanmışıq fərd olaraq. Amma eyni zamanda ölkə olaraq hamımız bundan faydalanmışıq. Ona görə Heydər Əliyev deyəndə gözümüzün önünə böyük bir Azərbaycan xəritəsi gəlməlidir deyə düşünürəm. Çünki bunlar bir-birindən çox əlaqəlidir. Bu böyük mənada, eyni zamanda Heydər Əliyev həm də qlobal səviyyədə tanınmış siyasi xadimdir. O bilirsiniz ki, keçmiş Sovet İttifaqında İttifaqının çox yüksək vəzifəli şəxslərindən biri olub və Sovet İttifaqı da öz dövrünün ən böyük, belə deyim də, siyasi dövlətlərindən, bloklarından biri olub ki, orada o yerlərə qədər ucalmaq bir Azərbaycanlı üçün həm çətin idi, bizim üçün isə qürur mənbəyi. Amma eyni zamanda biz müstəqil dövlətimizin də varlığını və ya da inkişafını məhz Heydər Əliyevin özünlə əlaqələndiririk və bu inkişafı, bu fəlsəfəni irs olaraq öz məktəbimizdə tətbiq etməklə də məşğuluq. Məsələn, bu il yəqin ki, izləmisiniz, bizim konseptimiz odur ki, irsə bağlılıq mesajından ictimaiyyətə çıxış edirik, yəni nitq söyləyirik və ya da mesaj göndəririk. Və orada o irsə bağlılıq konsepti çox belə deyim də, xüsusi vurğulanır. Və bu da məhz birbaşa Heydər Əliyevin özünlə bağlıdır. Orada həm o ümumilli lider olmağın konseptual məsələlər tərəfləri var, eyni zamanda həm də həyati tərəfləri var. Yəni, uzun sözün qısası, siz, mən, bu məktəbdə olan hamı bir növ Heydər Əliyevin varlığıyla ilhamlanırıq, qürur duyuruq və bunu həm həyatımızda, həm öyrənməmizdə, həm təhsilimizdə tətbiq edirik. Ona görə MTK özlüyündə bir məktəb olaraq birbaşa onunla bağlıdır. Və bizim belə bir yanaşmamız da var ki, zaman dəyişə bilər, hər şey dəyişə bilər. Gələcək bizim mesajımız da odur ki, gələcək burada başlayır. Buradan başlayan gələcəkdə indiki kimi olmaya da bilər. Amma bizim üçün dəyişməyən həmişə bir fakt olacaqdır ki, MTK həmişə Heydər Əliyevin adını daşıyır, onun ruhunu daşıyır. Bu dəyişməz, dönməz bir faktdır. Heydər Əliyevin məqsədi Azərbaycanı qurmaq idi, onu güclü dövlətə çevirmək idi və bu yolun dönməz və daimi olmasını təmin etmək idi ki, elə də oldu və cənab hörmətli prezidentimiz İlham Əliyev o məqsədi və o məsuliyyəti biraz da daha irəlilərə götürdü və bugün bizim dövlətimiz tam suveren, müstəqil, siyasət aparan, böyük dünya dövlətlərinlə bərabər hüquqda söhbət etməyi bacaran bir artıq dövlətə çevrilmişdir. Yəni Heydər Əliyevin qoyduğu yol, cızdığı xəritə, qurduğu arzular İlham Əliyev tərəfindən birbaşa icra olunur. Və bir şeyi yadınıza salın, o videoda baxarsınız, o çox maraqlı sinerji yaradır. Yadınızdadır, Şuşa azad olunanda cənab prezidentin çıxışı, o dedi ki, mən çox xoşbəxtəm ki, mən ata vəsiyyətini həyata keçirə bildim. Mən düşünürəm ki, bu cümlədə bir həyat hekayəsi, bir dövlətin, həm bir şəxsin, yəni ata-oğul münasibətinin hekayəsi yatır, eyni zamanda bir dövlətçiliyin hekayəsi yatır. Keçmişlə indinin və gələcəyin əlaqəsinin hekayəsi yatır.
necə də möhtəşəm cümlədir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək, yerindən, yurdundan didərgin düşmüş vətəndaşlarımızı öz evinə, obasına qayıtmaq yolu hələ çətin yoldur, ağır yoldur. Amma biz bu yolla gedirik, biz bu yolla gedəcəyik, biz bu mübarizəni aparırıq, bu mübarizəni aparacağıq və heç kəs də bizim iradəmizi sındıra bilməyəcək. Heç kəs bizi sarsıda bilməyəcəkdir. Nəyin bahasına orada olsun, öz məqsədimizə nail olmalıyıq. Şuşanı da azad etməliyik, Laçını da azad etməliyik, Xocalını da azad etməliyik, Ağdamı da azad etməliyik, Kəlbəcəri də, Füzulini də, Cəbrayılı da, Zəngilanı da, Qubatlını da hamısını azad etməliyik. Hər bir adam üçün vətən onun evidir. Vətən onun kəndidir. Vətən onun torpağıdır. Vətən onun ölkəsidir. Azərbaycan bizim doğma vətənimizdir. 1000 il bundan öncə də bizim vətənimiz olubdur. Bugün də bizim vətənimizdir. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubatlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmərik. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Vətənimdir, vətənimdir, vətənim. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Şuşanı görmək və qayıtmaq bu təkrar olunmaz bir hissdir. Bugün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilmir. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, bütün vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, bu azad edilmiş torpaqları görməyən minlərlə, 10 minlərlə məcburi köçkünlərin ruhu şaddır. Şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq və əcdadlarımızın ruhunu şad elədik. Azərbaycanlıların ürəkləri gərək daimi Azərbaycanın ürəyi ilə vursun. Nəbsi hər bir kəsi gərək Azərbaycanın nəbsi ilə vursun. Öz ana vətəni haqqında düşünsün. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Biz o xəritəni çəkdik müəllimə. Müəllimə, biz Heydər Əliyevin ömür yolu xəritəsini çəkmək istədik. Amma qarşımıza Azərbaycanın, vətənimizin xəritəsi.